Şimali Kipr Türk Cumhuriyeti'nin paytaxtı Lefkoşa'da Texnofest 2025 Aviasiya, Kosmonavtika ve Texnologiya Festivalı çərçivəsində Türk ulduzlarının nümayiş uçuşu həyata keçirilib. Uçuş festival ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Nümayiş uçuşunda Türkiyə Hərbi Hava Qüvvələrinin Türk ulduzları aviasiya qrupuna daxil olan F-5 təyyarələri iştirak edib. Qeyd edək ki, 11-ci Texnofest 2025 festivalı mayın 4-ədək davam edəcək. Festival Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi tərəfindən dəstəklənir.